68 nömrəli çalışmada deyir ki, radiusu 7,5 cm olan dairənin diametrini tapın. Bilirik ki, diametr radiusun 2 qatına bərabərdir. Əgər radius 7,5-dirsə, diametr 2 vurulsun 7,5-dən bərabər olmalıdır 15 cm, yəni C variantı. 69 nömrəli çalışmada deyir ki, verilmiş çevrənin O, Y oxu ilə kəsişmə nöqtələrinin koordinatını tapın. Dostlar, O, Y oxu ilə kəsişmə nöqtəsi deyirsə, o zaman həmin funksiyanın x nöqtəsi 0-a bərabər olmalıdır. Yəni, x-i 0-a bərabər etdikdə O, Y oxu ilə kəsişmə nöqtəsini tapa bilərik. Gətirək o zaman x-in yerinə 0 yazaq. 0 çıxılsın 4-ün kvadratı topla. Y kvadratı bərabərdir 52-yə. 16 topla Y kvadratı bərabərdir 52-yə. Y kvadratı bərabərdir 36-ya. Buradan isə Y bərabər olacaq müsbət -6-ya. Dostlar, burada x-in 0 qiyməti Y-in birinci və ikinci qiyməti üçün eynidir. Yəni, Y1 tutaq ki, -6-dırsa, x1 0-dır. Y2-ni aldıq ki, ikinci halda müsbət 6-dır. Burada yenə x2 0-dır. Buna uyğun gələn nöqtədə olacaq B variantı. Bəli, B variantı. Növbəti çalışmada deyil, verilmiş ifadəni sadələşdirin. Gəlin ortaq məxrəcə gətirək həmin ifadəni. A bölünsün. Ortaq məxrəc nə olacaq dostlar? Bunlar qarşılıqlı sadə ədədlərdir. Elə onların hasili olacaq. Yazarıq o zaman. X topla A vurulsun. X çıxılsın A. Baxın, birinci ifadənin hər tərəfini x çıxılsın A-ya vurduq. O zaman surəti də vuraraq çıxılsın. İkinci ifadənin isə sürət məxrəcini x topla A-ya vurmalıyıq. Yəni, A vurulsun x topla A. Məxrəcdə isə x topla A vurulsun. X çıxılsın A-ya. Aha, gəlin ortaq məxrəcdə yazaq. X topla A vurulsun x çıxılsın A. A vurulsun x çıxılsın A çıxılsın. A vurulsun x topla A. Mötərizələri açaq sadələşdirək və yaxud gəlin hər birində x A vuruğu var, daha doğrusu. A vuruğunu mötərizə xaricinə çıxarsaq alarıq ki, x çıxılsın A çıxılsın x çıxılsın A. Məxrəcdə isə nə alarıq dostlar? Bunlar kvadratlar fərqini verəcək. Yəni, x kvadrat çıxılsın A kvadrat. Mötərizənin içərisində müsbət x, mənfi x islah olunacaq. Yerdə neçə qalacaq? A vurulsun mənfi 2A. Məxrəcdə isə x kvadrat çıxılsın A kvadrat. Bu da eləyəcək. Mənfi 2A kvadrat. Məxrəcdə isə x kvadrat çıxılsın A kvadrat. Dostlar, baxın, burada mən mənfini məxrəcə atsam, məxrəcdəki x kvadrat ilə A kvadratın yeri dəyişir. Onda yaza bilərəm ki, 2A kvadrat, məxrəcdə isə A kvadrat çıxılsın x kvadrat. Cavab olacaq A variantı 71 nömrəli çalışmada. 72 nömrəli çalışmaya baxaq. Deyir ki, bərabərsizliyin ən kiçik tam həllini tapın. Dostlar, neyniyək? Gəlin sadələşdirək bir qədər. Məxrəcdən azad etmək üçün bərabərsizliyin hər tərəfini gəlin vuraq 4-ə. Onda nə alarıq? 2 vurulsun 3x çıxılsın 3 kiçikdir. 16x çıxılsın 20-yə. 6x çıxılsın 3 kiçikdir. 16x çıxılsın 20-yə. Gəlin 20-ni keçirək sol tərəfə. 6x-i keçirək sağ tərəfə. Onda nə alarıq? 20 çıxılsın 3 kiçikdir. 16x çıxılsın 6x. 20-dən 3 çıxsaq 17 kiçikdir. 16x-dən 6x çıxsaq eləyəcək 10x. 17 10x-dən kiçikdirsə, deməli 10x böyüdür 17-dən. Buradan da x böyüdür neçə alarıq? 17 bölünsün 10-dan 1,7. Deməli x böyüdür 1,7. Gəlin ədəd oxunda həmin ədədi qeyd edək və 1,7-dən böyük ədədlər olmalıdır. Bizdən isə ən kiçik tam həllini soruşduğuna görə, baxın 1,7-dən sağda ən kiçik tam ədəd nə olacaq? 2 olacaq. Deməli, verilmiş bərabərsizliyin ən kiçik tam həlli olacaq 2.